Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdeten min lisani yefkahu qavli. Əziz müsəlman qardaş və bacılarım, həmişə olduğu kimi hamınıza, eləcə də özümə Allahdan qorxmağa nəsihət edirəm. Yenə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin həyatı barədə mövzumuz davam edir. Bugün mən sizə vəhyin nazil olmasından danışacağım. Vəhyin nazil olmasının 8 növündən danışacağım. Ən-Nisa surəsində Allah subhanahu teala Peyğəmbər sallallahu aleyhi və səlləmə buyurur ki, İnnə uhaynə ileykə kəmə uhaynə ilə Nuhin və nəbiyyinə min ba'dih. Ayə belə başlayır. Bir neçə ayə dalbadal gəlir. Biz sənə Nuh'a vəhy etdiyimiz kimi vəhy etdik. Nuh'a və ondan sonraki Peyğəmbərlərə vəhy etdiyimiz kimi vəhy etdik. Demək, Peyğəmbərlərə əmr və qadağa hardan gəlir? Allah subhanahu teala'dan. Vəhy vasitəsilə onlara nazil olur. Və bu ayələrdə sonraki Peyğəmbərlər deyir. Və Allah subhanahu teala o Peyğəmbərlərdən bir neçəsinin adını çəkir orada. İbrahim, İsmail, İshaq və digərləri. Sonra görün nə deyir? Deyir ki, وَرُسُلًا قَدْ قَسَسْنَاهُمْ عَلَيْكَ مِنْ قَبْلِ وَرُسُلًا لَمْ نَقْصُصْهُمْ عَلَيْكَ. O Peyğəmbərlərdən, elçilərdən bir qisminin adını sənə bildirmişik. Yəni Quran-ı Kərimdə və bəzi hədislərdə Quran-ı Kərimdə 25'inin adı keçir. Hədislərdə də bir neçəsinin adı zikr olunub. Əsas məqam nədir burada? Və bəzilərinin adlarını bildirməmişik. Bax, bu bəzilərinin sayı nə qədərdir? Onların sayı səhih hədisdə xəbər verilir. 124 min. 124 min Peyğəmbər, onlardan 315'i həm Peyğəmbər, həm də Rəsul. Rəsul yəni yeni şəriət gətirən olmuşlar. İndi keçək vəhyin nazil olmağının qismlərinə. Vəhiy Peyğəmbər sallallahu aleyhi və səlləmə necə nazil olub? Hansı yollarla? Onun 8 yolu, 8 qismi var. Hamısına da dəlillər var. Dəlil sübutu var. Birincisi, gözəl yuxudur. Səhih hədisdə, İmam Buxarinin rəvayət etdiyi hədisdə xəbər verilir ki, Rasulullah sallallahu aleyhi və səlləm hələ Peyğəmbərlik verilməmişdən əvvəl gözəl yuxular görürdü və o yuxular sonra həqiqətə çevrilirdi. Beləliklə ona Peyğəmbərlik verildi. Sonra da Peyğəmbər olduğu halda yenə belə yuxulardan görməyə davam edirdi. Rasulullah sallallahu aleyhi və səlləm deyir ki, hədisdə, başqa bir hədisdə, Peyğəmbərlikdən, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm vəfat edib bu dünyadan köçdükdən sonra Peyğəmbərlikdən artıq heç bir əlamət qalmamışdır. Yalnız mömin adamın gördüyü gözəl yuxudan başqa. Rasulullah sallallahu aleyhi və səlləm burada sadəcə olaraq müqayisə edir. Yoxsa ki, o mömin adamın gördüyü yuxu sonra həqiqətə çevrilsə də bu demək deyil ki, həmin mömin adam Peyğəmbərdir. Sadəcə olaraq onun gördüyü yuxu Peyğəmbərlik, o vəhyə bənzəyən yuxulardandır ki, gözəl yuxulardan sonra həqiqətə çevrilir. Və bir neçə gün bundan əvvəl möminə verilən 8 müjdə barədə danışmışdıq. Yadınıza gəlirsə, orada ayəni qeyd etdik ki, Allah subhanahu teala bu həyatda möminə müjdə verir. Və İbn Abbas radiyallahu anh həmin ayənin izahında Peyğəmbər sallallahu aleyhi və səlləmdən öyrənir onun izahını və Rasulullah sallallahu aleyhi və səlləm deyir ki, müminin gördüyü gözəl yuxu, yəni müjdə odur. Mümin gözəl yuxu görür, sonra o həqiqətə çevrilir. Hətta yuxuda görə bilər ki, cənnətdədir. Və bu onun üçün cənnətlə müjdə ola bilər. Bu vəhyin birinci qismidir. İkinci, bəzən mələk
Peyğəmbər sallallahu aleyhi ve sellemin yanına gələr və Allahın buyruğunu onun qəlbinə yer edərdi. Ona ilham deyilir. İlham. Rasulullah sallallahu aleyhi ve sellem həmin o ilham vasitəsilə, o da vəhiy idi, Allahın buyruğunu qəbul edər qəlbinə, sonra da onu insanlara çatdırardı. Buna misal olaraq Əbu Nuaym rahimehullahın rivayet etdiyi hədisdir Hilyə əsərində. Deməli, Peyğəmbər sallallahu aleyhi ve sellem görün nə deyir? Deyir ki, Cəbrail gətirdiyi vəhyi qəlbimə üfürdü. Yəni yeritdi, yerləşdirdi. Onun hansı şəkildə onun qəlbinə yerləşdirdiyini biz onu vəsf edə bilmərik, biz bilmirik. Qəlbinə yerləşdirdi. Qəlbimə yerləşdirdi. İndi o vəhyin nədən ibarət olduğunu açıqlayır Peyğəmbər sallallahu aleyhi ve sellem. Vəhiydə deyilir ki, hər kəs əcəli çatana qədər yaşayacaq. Əcəli çatmamış ölməyəcək. Yəni, ana bətnində onun nə vaxt öləcəyi yazılıbsa, ancaq həmin an o bu dünyadan köçəcək. Və həmin ana qədər də, ana bətnində ona nə qədər ruzu yazılıbsa, son loxmanı yeməmiş bu dünyadan köçməyəcək. Bəlkə siz şahidi olmusunuz. İndi hədisin davamını oxuyacağım. Bəlkə siz şahidi olmusunuz. Adam can verir. Can verir. Hamı elə bilir ki, bu öləcək. Dünyasını dəyişəcək. Birdən halı yaxşılaşır. Qalxır ayağa yemək istəyir. Yeməyini yeyir, su içir. Sonra uzanır, başını qoyur və dünyasını dəyişir. Bu açıq aydın bizə Allah Subhanahu göstərir ki, onun ruzusu ana bətnində nə yazılıbsa, son loxmanı ağzına qoyub udmayınca, yeməyincə bu dünyadan köçən deyil. Hədisin davamında gəlir Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, o vəhiydən Allahdan qorxun və gözəl işlər görün. Təmiz və pak ruzu qazanmağa çalışın. Belə ki, əgər təmiz və pak ruzu qazanmağa çalışsanız, qədərinizə nə yazılıbsa, onu qazanacaqsınız ancaq təmiz yolla, halal yolla. Üçüncü növ, vəhyin üçüncü növü, Cəbrail əleyhissalamın insan görkəmində, qiyafəsində Peyğəmbər sallallahu aleyhi ve sellemin yanına gəlməsi. Və bu dəfələrlə baş verib. Məsələn, İmam Müslimin səhihində rivayet olunmuş hədisdə, uzun hədisdir. Xəbər verilir ki, sahabə deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellemlə bir yerdə oturmuşduq. Birdən bir kişi peyda oldu. Niyə peyda oldu deyir? Çünki onun ayaqqabında toz yox idi. Paltarında qırış yox idi. Saçları daranmış, zilqara, ağappaq paltarda. Yəni, səfərdən gələn adama oxşamırdı. Elə bil ki, göydən yerə düşüb. Ona görə peyda oldu deyir. Və gəlir, suallar verir. Peyğəmbər sallallahu aleyhi ve sellemə İslam nədir, iman nədir, ihsan nədir, qiyamətin əlamətlərini və axırda nə deyir? Peyğəmbər sallallahu aleyhi ve sellem o gedəndən sonra Ömər radiyallahu anh deyir ki, bu Cəbrail idi. Gəlmişdi sizə dininizi öyrətsin. Bu hədisi şərhi ilə bir yerdə 40 hədis kitabından açıb oxuya bilərsiniz. 40 hədis kitabının da şərhi ilə bir yerdə həmişə qeyd etdiyimiz saytdan, Burhan.az saytından yükləyib, oradan onu oxuya bilərsiniz. İkinci bir misal çəkək. Bu da İmam Buxarinin səhihində və digər səhih rivayətlərdə xəbər verilib. Cəbrail əleyhissalam bir çox hallarda məşhur sahabə Dihyə ibn Xəlifə Əl-Kəlbi radiyallahu anhunun görkəmində, qiyafəsində gələrdi. Hətta bir dəfə Peyğəmbər sallallahu aleyhi ve sellem Cəbraillə aleyhissalamla durub söhbət edəndə həyat yoldaşı uzaqdan onları görür. O çıxıb gedəndən sonra həyat yoldaşına deyir ki, bilirsən bu kim idi? Deyir, bəli ya Rasulullah, Dihyə idi. Sahabə adını çəkir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, xeyr, o Cəbrail idi. Dihyənin görkəmində gəlmişdi. Dördüncü qism
vəhyin Peyğəmbər sallallahu aleyhi və səlləmə zınqrov səsi kimi gəlməsi. Yəni göydən aşağı zınqrov, balaca zınqrovdan söhbət getmir. Böyük o kilsələrdə olan zəng, onun necə ağır səsi var. Bax, ona bənzətmək üçün Peyğəmbər sallallahu aleyhi və səlləm bunu deyir. Bənzətmək üçün. Səhih hədisdə deyir ki, zınqrov səsi kimi gəlirdi. Bənzətmə niyə elədi? Ona görə ki, o vəhyin ağırlığı var idi. O qədər ağır idi ki, bir rəvayətdə deyir ki, soyuq, şaxtalı gün idi. Vəhiy gələndə Peyğəmbər sallallahu aleyhi və səlləm bu vəhyin ağırlığından alnı tərlədi. O bir rəvayətdə deyir ki, dəvənin üstündə idi. O vəhyin o növündən gələndə dəvə yerə çöktü. Vəhyin ağırlığından. Bir rəvayətdə deyir ki, sahabə Peyğəmbər sallallahu aleyhi və səlləmlə bir yerdə idim. Ayağını mənim ayağımın üstünə qoymuşdu. Elə bu vaxt vəhiy nazil oldu, az qala ayağım sınacaqdı. Və Rasulullah sallallahu aleyhi və səlləm həmin o zınqrov səsini deməklə vəhyin ağırlığını bənzədir burada. Və o vəhiy gələndə Rasulullah sallallahu aleyhi və səlləm vəhyi unutmamaq üçün tələm-tələsi gələn o vəhyi, yəni Quran ayələrini təkrar edirdi. Yaddan çıxartmasın. Allah subhanət hələ ayə nazil edir ki, biz sənə Quranı nazil edirik. Quranı sənə nazil edən bizik. Onu sənə nazil etdikdə tələm-tələsi onu oxuma. Onu sənin qəlbində saxlayan, qəlbinə yerləşdirən, mühafizə edən orada bizik. 5-ci növ Peyğəmbər sallallahu aleyhi və səlləm olan vəhiy mələyin Cəbrail aleyhissalamın öz xilqətində, hansı xilqətdə ki, yaradılıb, o xilqətdə vəhiy onu gətirməsidir. Bu da Peyğəmbər sallallahu aleyhi və səlləmin Peyğəmbərlik dövründə, yəni 23 il ərzində cəmi 2 dəfə baş verib. Cəmi 2 dəfə. Ayələrdə Allah subhanət hələ deyir ki, وَلَقَدْ رَأَهُ بِالْهُفَقِ الْمُبِينَ Açıq aydın üfüqdə onu gördü, yəni Cəbraili, öz surətində. O bir ayədə deyir ki, وَلَقَدْ رَأَهُ نَزْلَةً أُخْرَى İkinci dəfə nazil olduqda bir daha onu gördü. Və necə gördüyünü də burada ayədə bildirilmir. Səhih hədislərdə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, kürsünün üstündə əyləşmişdi üfüqdə və bütün üfüqü tutmuşdu 600 qanadı ilə. Öz xilqətində Peyğəmbər sallallahu aleyhi və səlləm Cəbrail aleyhissalamı 2 dəfə görür. O 2 dəfə gəldikdə Peyğəmbər sallallahu aleyhi və səlləmə vəhiy gətirir. Demək, 6-cı qismi vəhyin Allah subhanahu wa ta'alənin birbaşa Muhammed sallallahu aleyhi və səlləmlə danışması və ona öz əmrlərini bildirməsi, buyruqlarını deməsi. Bu da vəhiydir, ancaq arada artıq vasitə yoxdur. Cəbrail aleyhissalam vasitəsi deyil. Birbaşa Peyğəmbər sallallahu aleyhi və səlləmə əmr edir. Bu da hamınız bilirsiniz harada baş verib? Meyracda. Peyğəmbər sallallahu aleyhi və səlləm Məscid-ül Haramdan Məscid-ül Aqsaya gəlir, oradan da Allahın hüzuruna qalxır. Və orada Allah subhanahu teala ona əvvəlcə, ona və ümmətinə əvvəlcə 50 vaxt, yəni gündə 50 dəfə namaz qılmağı əmr edir. Rasulullah sallallahu aleyhi və səlləm bir neçə dəfə gedir, qayıdır, yəni Musa aleyhissalamın yanına gəlir. Musa aleyhissalam ona nəsihət edir ki, qayıt, Rəbbindən xahiş elə ki, onların sayını azaltsın. Bir neçə dəfə gedir, gəlir, axırda Allah subhanahu teala onu 5 vaxta salır. Amma hədisdə gör nə deyir Allah teala ona. 5 vaxt qılacaq namazı sənin ümmətin, amma 50 vaxt qılınan namazın savabını qazanacaq. Allahın mərhəmətinin genişliyinə baxın. Gündəlik olaraq 5 vaxt namaz qılırıq. 50 vaxt namazın savabını bizə yazır. Həmçinin 7-ci növ, deməli, vəhyin 7-ci növü Allahın Peyğəmbər sallallahu aleyhi və səlləmlə yuxuda birbaşa danışması vasitəsiz, Cəbrail vasitə olmadan birbaşa danışır və ona vəhiy edir. Ona buyurur. Diqqət edin. Deməli,
İmam Əhməd, Tirmizi və digərlərinin rivayət etdiyi səhih hədisdə İbn Abbas radiyallahu anh rivayət edir. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, yuxuda Rəbbimlə danışdım və mənə dedi, ey Muhammed, bilirsən, göy əhli hansı məsələlər barədə öz aralarında mübahisə edir? Göy əhli, yəni mələklər. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, bəli, bilirəm. Kəffarələr və dərəcələr barədə. Kəffarə, yəni hansı əməllər ki, insanın günahlarını silir. Dərəcələr də hansı əməllər ki, insanın dərəcələrini Allah yanında yüksəldir. Sonra davam edir, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, kəffarələr bunlardır. Məsciddə namaz qıldıqdan sonra oturub, Quran oxumaq, Allah'a zikr etmək, bir müddət məsciddə oturmaq. Həmçinin məscidə getdikdə piyada getmək. Və bir də dəstəmazı aldıqda kamil şəkildə və bir də çətinlik olsa da onu almaq. Soyuq havadır və s. Çətinlikdə belə dəstəmazı almaq. Peyğəmbər sallallahu aleyhi ve sellem bunu deyəndə, yəni bu əməllər insanın kiçik günahlarının silinməsinə səbəbdir. Rasulullah sallallahu aleyhi ve sellem bunu deyəndə Allah subhanahu cavabında ona deyir ki, doğru söylədin ey Muhammed. Sonra davam edir, deyir ki, Allah subhanahu kim bu cür yaşasa xeyrə nail olar. Xeyir içində yaşayar. Və sanki anadan olduğu kimi tərtəmiz günahlardan təmizlənər. Dalınca Allah subhanahu görür nə deyir? Bu məşhur duadır. Peyğəmbər sallallahu aleyhi və sələmin çox vaxt etdiyi duadır. Bizdən eşitmişsiniz bu duanı. Tez-tez bu duanı edirik. Deyir, ey Muhammed, bu duanı et. Namazda, namaz qıldıqda, səzdədə, namazdan sonraki vaxtlarda bu duanı et. Dua belədir. Allahümmə inni əsəlükə fi'ləl xayrat və tərkəl münkərat və hubbəl məsəkin və ən təğfirə li və tərhəməni və izə əraddə fitnətə qavmin fəvəffəni qeyrə məftunin. Onun tamamı da var. Bu hədisdə ancaq bura qədər rəvayət edilib. Tamamında Peyğəmbər sallallahu aleyhi ve sellem davam edir. Duanın tamamında deyir ki, və əsəlükə hubbək və hubbə mən yuhibbuk və hubbə əməlin yuqarribuni ilə hubbik. Allahım, səndən yaxşı işlər görməyimi, pis əməllərdən çəkinməyimi, kasıbları sevməyimi, məni bağışlamağını və mənə rəhm etməyini, hər hansı bir qövmə bəla göndərmək istədikdə o bəla mənə toxunmazdan əvvəl canımı almağını səndən diləyirəm. Sənin sevgini qazanmağı, səni sevənlərin sevgisini qazanmağı və sənin sevdiyin hər bir əməli sevməyi, o əmələ məni yaxınlaşdırmağı səndən diləyirəm. Bunu deyəndən sonra Peyğəmbər sallallahu aleyhi və səlləmə Allah subhanətələ fürsət verir ki, o dərəcələr barədə də xəbər versin. Hansı əməl insanın dərəcələrini Allah yanında yüksəldir? Diqqət edin, hansı əməldir bu? İnsanlar arasında salamı yaymaq. Tanıdığına, tanımadığına, müsəlmanların hamısına salam verirsən. Fərq qoymursan. Ehtiyacı olanlara yemək vermək və bir də insanlar yuxudaykən, yatmışkən namaz qılmaq. Burada söhbət gecə namazından gedir. Gecə namazında çox az adamlar böyüklərini yataqdan qaldırıb Rəbbini yad edir. Və bu da onların dərəcəsini Allah yanında yüksəldir. Demək, qaldı 8-ci növü. Vəhyin 8-ci növü Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəlir Cəbrail aleyhissalam və ona vəhy edir. Amma Cəbrailin özü vəhy etmir. O sadəcə olaraq vasitəçi olur o vəhyin gəlməsində. Cəbrail aleyhissalam gəlir Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına. Oturub onunla söhbət edərkən, həmin vaxt başqa bir mələk nazil olur.
Bax, bu 8-ci növüdür. Başqa bir mələyin vəhiy gətirməsi. Amma orada yenə vasitəçi, yəni Rasulullah sallallahu aleyhi ve sellemlə danışan, ona həmin mələyin gəldiyini, vəhiy gətirdiyini bildirən vasitəçi Cəbrail əleyhissalamdır. Amma vəhiy gətirən başqa mələkdir deyə, bu da vəhiyin 8-ci növü sayılır. Demək, bir gün səhih hədisdə rəvayət edilir, bu da İmam Əhmədin Musnəd əsərindədir. Bir gün Peyğəmbər sallallahu aleyhi ve sellem Cəbrail əleyhissalamla oturub bir yerdə söhbət edərkən, Cəbrail əleyhissalam göyə baxır və deyir ki, ey Muhammed, bax, bu mələk yaradıldığı gündən indiyədək heç vaxt yer üzünə enməyib. İndi yer üzünə enir və sənə Allahın vəhiyini gətirir. O mələk gəlir, Peyğəmbər sallallahu aleyhi ve sellem yanına deyir ki, mənim Rəbbim sənin yanına göndərib, nə olmaq istəyirsən? Padşah, yoxsa Allahın qulu və rəsulu? Cəbrail əleyhissalam Peyğəmbər sallallahu aleyhi ve sellemin üzünə baxır, deyir ki, təvazökarlığını göstər. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, əlbəttə ki, Allahın qulu və rəsulu. Bilirsiniz, biz şəhadət gətirəndə nə deyirik? Abduhu və rasuluhu. Əşhədü ənə Muhammedən abduhu və rasuluhu. Qulu və rasulu. Həmçinin başqa bir hədisdə, bu hədisi də Əhməd ibn Əsakir və digərləri rahiməhumullah rəvayət edib, səhih hədisdir. Hudeyfə radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem demişdir. Bir gün bir mələk yer üzünə endi. Bundan əvvəl heç vaxt yer üzünə enməmişdi. Və gəlib mənə müjdə verdi. Müjdəyə baxın. Gəlib dedi, ey Muhammed, biləsən, Həsən və Hüseyin cənnət cavanlarının ən hörmətlisi olacaqlar. Anaları Fatimə də həmçinin cənnətdəki qadınların ən hörmətlilərindən olacaq. Bu vəhiy də Peyğəmbər sallallahu aleyhi ve sellemə Cəbrail yox, başqa mələk indirib. Demək, vəhiy ilə əlaqəli bir məsələ var, ona toxunacam. Peyğəmbər sallallahu aleyhi ve sellemə vəhiy nazil olanda Məkkə müşrikləri onu ittiham edirdi ki, güya ona heç nə nazil olmur, bu onu başqa yerdən öyrənir. Güya ona öyrədən başqa bir insandır. Hətta ayədə Allah Subhanahu taala Quranda Nəhl surəsində müşriklərin dediyini xatırladı, deyir ki, İnnəmə yuallimuhu bəşər. Ona bu Qur'anı bəşər övladı öyrədir. Və burada da onlar qəsd edirdilər. Varaq ibn Nəufəli, həmin o Peyğəmbər sallallahu aleyhi ve sellem ki, onun yanına gedir. Varaq ibn Nəufəl də Tövratı, İncili yaxşı bilirdi. Və yaxud kitab əhlindən kimisə qəsd edirlər. Xristiyanlardan, yahudilərdən. Və yaxud o ticarəti gedəndə əmisi ilə yolda rahibi görüb, rahib güya ona nəsə deyib. Əvvəla bu rəvayəti səhi olduğu ispat olunmalıdır. Səhi olsa belə, cəmi bircə dəfə baş verib. Bir dəfə ona görüşməklə 23 il nazil olan vəhiyi, indi əlimizdə olan 607 səhifəli Qur'anı ona orada öyrədib və ya Varaq ibn Nəufəllə cəmi 15-20 dəqiqəlik görüşüb, ona müəyyən xəbərləri verib və salam. Necə ola bilər bu az müddətdə o boyda vəhiy onu öyrətsin? Və ya iddialarına görə güya Tövratdan, İncildən götürüb o vəhiyi, Tövratı, İncili açıb baxsaq görərik ki, Qur'anda olan o qədər ayələr var ki, orada yoxdur. Bu bir, ikincisi də həmin dövrdə hələ Tövrat və İncil ərəb dilinə çevrilməmişdi. İbranicə idi. Ona görə bu iddiaların hamısı batil iddialardır. Peyğəmbər sallallahu aleyhi və səlləmin isə həqiqətən son Peyğəmbər olduğu gəlişi ondan əvvəlki kitablarda xəbər verilib. Tövratda bildirilir ki, Muhammed
adlı birisi gələcək. İncildə də bildirilir ki, Əhməd adlı Peyğəmbər gələcək. Hər ikisində Peyğəmbər gəldiyi xəbər verilir və Quran da bunu təsdiq edir. Diqqət edin, Saf surəsinin 6-cı ayəsidir. İsa aleyhissalam İsrail oğullarına görə nə deyir? Deyir ki, mən sizə elçi olaraq göndərilmişəm ki, həm sizin əlinizdəkini təsdiq edim, Tövratda olanı, həm də öz gətirdiyim İncildən söhbət gedir. Bunu gətirmişəm sizə və bir də özümdən sonra gələcək Əhməd adlı Peyğəmbər barədə sizə xəbər verim. Fikir verirsiniz, İncildə bu xəbər verilib və Quran da bunu təsdiq edir. Həmçinin Əraf surəsinin 156-157-ci ayələrində Allah subhanahu teala orada deyir ki, mənim rəhmətim genişdir. Mən ancaq o kəsləri bağışlayacağam, ancaq o kəsləri rəhmət edəcəm ki, onlar ayələrimizə iman gətirir, zəkat verir, Allahdan qorxur və ayənin ən əsas yeri gəlir. Yazıb oxumağı bacarmayan, adı Tövratda və İncildə zikr edilən Peyğəmbərin, Rəsulun ardınca gedirlər. Həmçinin Bəqərə surəsində 89-cu ayə buna dəlildir. Ayədə xəbər verilir ki, kitab əhlinə onların kitabında deyildiyi, təsdiq edən Peyğəmbər gəldikdə, o kitab nazil olduqda, yəni Quran-ı Kərim, onlar onu inkar etdilər. Halbuki ondan əvvəl müşriklərlə, kafirlərlə mübahisə edərkən deyirdilər ki, gözləyin, sonuncu Peyğəmbər gələcək, onunla birləşib sizə qalib gələcək. Fikir verin, sonuncu Peyğəmbər gələcəkdir. Bunu həm Quran ayəsi təsdiq edir, həm hədis, həm də tarixi kitabların hamısı. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləmə vəhiy nazil olduqda, bu vəhyin nazil olmasının insanlara nə kimi faydası olur? Əsas faydası nədir? Əsas faydası odur ki, insanları zülmətdən nura çıxardır. Və vəhyin, yəni Quran-ı Kərimin vəsflərindən biri də nurdur. Nur. Yəni, insanları zülmətdən nura çıxaran kitab. Bəqərə surəsinin 256-cı ayəsində Allah subhanahu teala xəbər verdi ki, Allah möminlərin dostudur. Onları zülmətdən nura çıxardır. Həmçinin o kitabın nazil olması Peyğəmbər sallallahu aleyhi və səlləmin digər insanlardan üstün olduğunu göstərir. Vəhyin nazil olması Rasulullah sallallahu aleyhi və səlləmin Allah tərəfindən seçilmiş bir bəndə olduğu və digər insanlardan fəzilətli olduğunu göstərir. Sonraki mərhələ, yəni vəhiy nazil olduqdan sonra mərhələ gəlir. O vəhyi insanlara çatdırmaq mərhələsi. Bu da bilirsiniz, 3 il gizli şəkildə davam edir. Rasulullah sallallahu aleyhi və səlləm gizli şəkildə dəvət edir. Və ilk İslamı qəbul edənlər olur o vaxt. Bilirsiniz, ilk İslamı qəbul edən Xədicədir. Peyğəmbər sallallahu aleyhi və səlləm gəlir, başına gələni Xədicə radiyallahu anh'a danışan kimi o onu qəbul edir. Sonra onunla bərabər Varaq ibn Nəufəlin yanına gedir. Və orada da Varaq ibn Nəufəl onun Peyğəmbər olacağını xəbər verir. Və Xədicə radiyallahu anh'a ilk İslamı qəbul edir. İlk İslamı qəbul edən sahabə. Peyğəmbər sallallahu aleyhi və səlləmin zövcəsi, möminlərin anası Xədicə radiyallahu anh'dır. Sonra kişilərdən Əbu Bakr As-Siddiq, Əli ibn Əbi Talib, Zeyd ibn Harisə, Varaq ibn Nəufəl, Əbu Zər, İbn Məsud və digər sahabələr İslamı qəbul edir. O sahabələr arasında Əbu Bakr As-Siddiq radiyallahu anh'ın dəvət etdiyi sahabələr var. Bilirsiniz kimləri o dəvət edir.
Əbu Bakr As-Siddiq radiyallahu anh İslamı qəbul edən kimi başlayır sahabələri, başlayır tanıdığı, yaxın olduğu insanları gizli şəkildə İslam'a dəvət etməyə. Kimlərdir onlar? Dəvət etdikləri. Osman ibn Affan, Abdurrahman ibn Avf, Talha ibn Ubeydullah, Sa'd ibn Əbi Vakkas. Bunları Əbu Bakr As-Siddiq radiyallahu anh İslam'a dəvət edir. Zübeyir ibn Ənvam sonra həmçinin İslamı qəbul edir. Bilal ibn Rabah, Xabbab ibn Ərat, Ammar ibn Yasir, Əbu Ubeydə ibn Cərrah və digərləri radiyallahu anhum. Yavaş-yavaş gizlin dəvət edir. Sonra artıq Həmzə ibn Abdülmuttalib, Ömər ibn Xattab, o güclü sahabələr İslamı qəbul edir. Ondan sonra başlayırlar açıq-aşkar dəvət etməyə. Və gizli dəvət gedərkən 3 il bilirsiniz hansı sahabənin evində yığışıb orada dəvət edirmiş. Peyğəmbər sallallahu aleyhi ve sellem ona nazil olan vəhyi danışırmış sahabələrə. 16 yaşlı Ərqam İbni Ərqam radiyallahu anh evində. Onun evi sanki o vaxt İslam qərargahı idi. Orada dəvət gedirdi. Deməli, niyə Peyğəmbər sallallahu aleyhi ve sellem bunu gizlədir? Gizlədir ki, həsəd aparanlar, paxıllar onlara zərər yetirməsin. Və Rasulullah sallallahu aleyhi ve sellemin ayrıca bir hədisi var. Deyir ki, Allahın sizə verdiyi nimətləri gizlin saxlayın. Çünki o nimətlərə həsəd aparan insanlar var. O nimətə baxıb sizə pislik eləməsinlər. Ən azı gözü dəyməsin onun sənə. Deməli, Amr ibn Abasa radiyallahu anh. Bu adam, hədis səhih Müslimdədir. Bu adam eşidir ki, belə bir adam peyda olub Məkkədə, Muhammed adlı sallallahu aleyhi ve sellem. İnsanları nəyəsə dəvət edir və durub gəlir onun yanına. Deyir, sən kimsən? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, mən Allahın göndərdiyi Peyğəmbər. Nəyə dəvət edirsən? Allah səni nə ilə göndərib? Sənin təbliğatın nədən ibarətdir? Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, qohumlar arasında əlaqəni möhkəmləndirmək. Demək, o dövrdə qohumlar arasında əlaqə yox idi. Bütlərə ibadət etməkdən insanları çəkindirmək. Tək Allaha ibadət etmək, ona heç kəsi şərik qoşmamaq. Soruşur ki, sənin yanında kimlər var? Yəni, sənə qulaq asanlar, ətrafındakılar kimlərdir? Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, azad insanlar da var, kölələr də. Kölə deyəndə Bilal, Xabbəb, Suheym, onlar qəsd edir. Və bunu eşidəndən sonra həmin sahabə İslamı qəbul edir. Deyir, ya Rasulullah, mən gedib açıq-aşkar bunu təbliğ edəcəm. Deyir, yox, hələ ki bunu gizlin saxla. Ged otur, eşidəndə ki biz artıq açıq-aşkar dəvət etməyə başlamışıq, onda sən də gəlib qoşularsan bizə. Bu mərhələdə faydalardan biri də odur ki, o çətin günlərdə insan dinini yaşayanda dindən möhkəm yapışır. Bax, indi də belədir. Çətinlik olanda dünyanın hər yerində müsəlmanlar dinə çox möhkəm sarılır. Elə ki, arxayınlaşırlar, bəzi ölkələrdə hətta haranlaşırlar. Görürsən ki, dindən uzaqlaşırlar. Namazı tərk edirlər. Hətta axırda küfür də edənlər olur. Peyğəmbər sallallahu aleyhi ve sellem əvvəzdən deyib, ümmətim üçün 2 şeydən qorxuram. Dünya malının onları yoldan çıxartması, bir də qadının. Və müsəlmanlara da baxsaz halına, bir qismi dünya malı yoldan çıxardır, bir qismini də qadınlar. Deməli, həmçinin
faydalardan biri də nədir? Gizlin dəvətdə. Açıq-aşkar heç nə edə bilməyəndə məcbursan ki, evdə oturasan. Evdə oturanda da Rasulullah sallallahu aleyhi ve sellem sahabələrinə nə deyirdi? Çoxlu Quran oxusunlar. Bayırda əgər çıxıb görürsünüz ki, hər tərəf fitnə, fəsaddır, bayırda gəzməyin sizə faydası yoxdur. Ondan sonra evdə oturun, Quran oxuyun, zikirləri edin, dualar edin, kitab oxuyun. Qəlbinizin rahatlığını onda tapacaqsınız. Həmin dövrdə o gizlin dəvət getdiyi vaxtlar sahabələr oturardılar evlərində, bir neçə nəfər yığışardı, bir-birinə Quran oxuyardı, Quranda deyilənləri bir-birinə izah edərdi. Peyğəmbər sallallahu aleyhi ve sellem onlara öyrətdiyi kimi. Rasulullah sallallahu aleyhi ve sellem səhih hədisdə nə deyir? Bəlliğu anni vələv əyə. Məndən öyrəndiyiniz heç olmasa bir ayəni insanlara çatdırın. Nə qədər müsəlman var ki, Qurandan nə qədər bilir, ayəni bilir, mənasını bilir, təfsirini bilir, izahını bilir. Niyə oturub onu özündə saxlayır, onu insanlara çatdırmır? Axı, bu məsuliyyət də buna görə cavab verəcəklər. Xüsusilə elm öyrənən insanlar əgər öyrəndiyini insanlara öyrətmirlərsə, ayədə Allah Subhanahu taala dediyi kimi, biz Peyğəmbər göndərdiyimiz ümmətləri də, onlara göndərdiyimiz Peyğəmbərləri də sorğu-sual edəcəyik. Onlara göndərdiyimiz Peyğəmbərləri də, subhanallah. Peyğəmbərlər sorğu-sual olunacaq. Allahın sizə öyrətdiyini siz insanlara çatdırdınızmı? Eləcə də biz sorğu-sual olunacaq. Peyğəmbər sallallahu aleyhi ve sellemin bizə öyrətdiyini biz insanlara öyrətdikmi? Əvvəlcə ailələrimizə, sonra qohumlarımıza, sonra qonşularımıza, dostlarımıza, ətrafımıza öyrətdikmi? Bu, böyük sorğu-sual olacaq. Haqq hesabı çox ağır olacaq. Demək, həmin mərhələdə olan faydalardan biri də odur ki, o çətin vəziyyətdə, ağır günlərdə qardaşlıq daha möhkəm olur. Diqqət etsəniz, hələ sahabələrin dövrünü demirəm. İndiki dövrdə də bunu görə bilərsiniz. Çətin günlərdə vaxt var idi ki, heç kəsin miniyi yox idi. Piyada gəzirdik. Lakin həmin vaxtlarda heç olmasa həftədə bir dəfə görüşürdük. Qardaşlar bir yerə toplaşırdı. Bəzən 2 dəfə, 3 dəfə. Elə olurdu ki, həftə boyu hər gün bir-biri ilə görüşür, bir-birini hal-əhval tutur, bir-birinə imanının artmasına səbəbkar olurdular. İndi eyni həmin o qardaşlar, hamısının miniyi var, əlində də telefonu var. Heç görüşmək yox, telefonla götürüb görüntülü danışa da bilər. Lakin Allah müvəffəq eləmir ki, bir-birlərini yada salsınlar, bir-birlərinin hal-əhval tutsunlar, bir-birlərinin imanının artmasına səbəbkar olsunlar. Allahdan istəyimiz budur ki, Allah subhanahu teala bizə Peyğəmbər sallallahu aleyhi ve sellemin yolu ilə getməyi, onun üçün də onun həyatını oxuyub, öyrənməyi, onu yaxşı tanımağı nəsib eləsin. Haqqı haqq olaraq bizə göstərsin və bizi haqq yola yönəltsin, batili batil olaraq bizə göstərsin və bizi ondan uzaq eləsin. Subhanəkallahumma və bihamdik. Əşhədu ən la ilahe illə ənt. Əstəğfiruka və atubu ileyk.